Qalibov kimi bir cinayətkar gəlib oturacaq Bakıda, cinayətkardır bu adam. Hamı da bunu bilir. Tehran rejimdə bir korrupsionerdir, cinayətkardır, tələbələri öldürən adamdır. Gəlib oturacaq Bakıda, protokoldan kənar başlayacaq ki, haday Zəngəzur məsələsində barmağında belə elədir, sənin böyücün Seyid Əli Xameneyi də Cənab Erdoğanla qarşı-qarşı oturanda protokoldan kənar dedi, Zəngəzur belə filan. İndi, sən mənə deyirəm, tabutun içində nə var? Başına nə gəldi? Qayıdıb deyən, bura bax, yerini bil, yeməyini ye, get. Protokoldan kənar danışma, bura Azərbaycan. Biri də çıxır Azərbaycanda da belə elə. Bizi də pezeşyan qutarıb. Başını duvara vurub, pezeşyan kimdir ki Azərbaycanı qutarıb? Azərbaycan bir erməni ilə yox, Rusa qarşı savaşıb. Sizə qarşı savaşdı Azərbaycan. Millət, dövlət, ordusu ilə qalib gəldi bizim millət. Rusu da yerində oturdu, erməni quş həddinə gətirdi 200 ildən sonra. Topraklarımızı aldı. İndi biri də başdan çıxıb İran, ya Hüseyin, ya Məhəmməd. Nə İran, nə filan? Biz Azərbaycanlı və Türk və Azərbaycanda savaşmışıq, almayasıq.